Videoya başlamadan önce kanalımıza abone olmayı unutmayın. Hoş izlemeler. Bacım götürüp bir yerde keçəcəyik ora. İnansız heç həvəsim yoxdur. O qədər həvəsim qırıblar ki. Neyse. Çox o haqda danışmaq istəmirəm. Belə gedim inşallah çəkməyə çalışacağım. Deməli dostlar, gəlmişik indi evə. Evdəyik. Çox yoruldum. Ay, ayağım arası batdı. Neydi? Belə özümüz üçün getdik, iştirak elədik, gəldik. Dün ümumiyyətlə vlog aça bilmədim. Çünki baş qarışıq idi, halım yox idi, keyfim yox idi. Ona görə vlog çəkməmişəm. Bu günlərim dedim vlog açım. Belə. Bugünkü kombinimi sizə göstərməli. Qəbələyə geyindim. Koluma belə bir aksesuar taktım. Saçıma abadok taktım. Mirvarili. Və belə bir aksesuarlarla kombinlədim. Belə. Necədir sizcə, yorumlarda yazın. Bunu o qədər sevirəm. Çox rahatdır. Biraz qollarım totuş görsənsə də çok geçet dondu. Çünkü hem serindi hem rahattı. Böyle yani. O kadar istedi ki öldürüyor Allah hakkı. Tüm regionlar görəsən belədir. Yoksa Gəncə mi belədir? Mənə maraqlıdır. Ertesi gündən herkese salam dostlar. Necəsiz? Necə gedir işləriniz? Dünənlər vlogu tam çəkə bilmədim. Düzün. Ona görə bugündən açdım. Dünən elə qonaqlar oldu. Qonaqları qarşıladıq. Belə çox da işləməsək də qızlarla dedik, güldük, əyləndik, özümüz üçün yedik, içdik. Ona görə də çox çəkə bilmədim. Bugünlər yenidən başlatdım vlogumu. İndi isə istəyirəm aparım maşını verim. İçərisində toslansınlar. Dönənlərim üzünü yuturdum. Vaxt yox idi. 10 dəqiqə dedim, vaxtım var. Tez bunu yuyun, təhvil verin. Heç nə, bu günlərdə içərisində toslanatmaq lazımdır. Çox pis günlərdə elə maska eləmək istəyirəm. Belə. Bugün evdə rahatım deyə. Belə bir tulumu giyindim. Evdəyim, hələ ki. Yay deyiblər ki, havalar çox isti olacaq, amma indi görürəm ki, həqiqətən də istidir. İnansız 40 dərəcə istilik var çöldə. Dünən yenə axşam üstündən yaxın sərinlədi. Amma gün ortalar dəhşət isti olur. Bu istidə də indi yerimək istəyirəm, biraz idman eləmək istəyirəm. Dedim, biraz yeriyim, amma dəhşət istidir. Yəni, adam yıxar bu isti. İdmana yazılmaq istəyirəm. Daha doğrusu pilatesə da qərarsızam, gedimmi, getməyimmi. Amma getsəm məncə daha gözəl olar. Həmdə orada da biraz çəkə bilərəm də. Hansı idman zalına yazıldığımı, hansı pilatesə yazıldığımı, necə olacağını hamısını sizlərlə bölüşərəm. Daha maraqlı olar. Belə gedim heç nə. Gedim maşını təhvil verim, içərisini təmizləsinlər. Sonra gəlim, maskamı eləyim. Dedim, birinci yüz bakımını eləyim, sonra gedim maşını verim, yuyulmağa. Daha doğrusu tosunla edəcəm. Pirinç əlavə elədik. Ödəliyi olmalıdır. Və əlavə elədik. Sonra normal temperaturda su götürdüm mən. Soyuq sular götürə bilərsiniz, tabii. İçərisine əlavə edirik.
Bunun biraz nişastası çıkmalı. Bu da belə nişastası çıksın. Sonra kaynar su götürdüm. İçerisine neçə ədəd sizsə mixək ata bilərsiniz. Belə. Təzmin olsun. Böyle bir kabım var idi. Soma aldı ki yüz-yüze tükebiliriz. Sonra ise mixaylı suyunu əlavə edirik. Saça da vurmalı olur. Tek yüz için değil. Yüzü de güzelleştirir. Ama saçı da. Böyle. Yüzü de kuruyor. Dostlar, deməli mən başladım şorbanı hazırlamağa. Sonuncasını birinci biraz kızardıram. Sonra tuz, yoğurt, sarı kök, əziyyətləri əlavə edirəm. Sonra isə kapuşkaları əlavə edəcəm. Biraz zəhərlə qızaracaq. Pomidorunu, sonra büyüsünü hepsini əlavə edəndən sonra biraz ilə qarışdırıram. Üstünə də soyuğun suyunu da əvvəlcən hazırlamışdım. Onu əlavə edəcəm. Buzluqdan çıxardıb belə. Biraz əlavə su əlavə edəcəm. Ki biraz çox olsun. Ben kızım dəhşət çok sevir belə suları, şorbaları. Şöyle əlavə etdim. Soğuk suyunu əlavə etdim. Güzəlindən. Bu donmuş vəziyyətdədir. Üzüm açılmağını gözləyirəm. Sonra isə makaronla düyünü əlavə edəcəm. Biraz da su əlavə edəcəm, qoyacam pişməyə. Düyüsünlə makaron da əlavə edəcəm. Sizə qarışdırım. Tam əlavə edəcəm. Su əlavə edəcəm, dadına baxacam. Qapağını örtəcəm ki pişsin. Komfortda. Son olarak da nanesini əlavə elədim. Tuzu az idi, tuz əlavə elədim. Çok hazırdır. 2 dəqiqədə gazın üstündə qalacaq. Sonra keçirdəcəm altına. Hazırdır. Bu uşaqların çoxu sevir. Yok, bu kadar. Yemekten çıktım. Getir uşaqları götürmeye. Basın. Şu
Kombinimdə sizə göstərəm. Lift təmizləməklərəm şəkili. Kombinimdə bu formadadır. Qızmışqa ilə kombinlədim. Belə. O qəşəkdir. Bir de saklayıplar maşını da çıkardık. Şəkil tamam. Güzel değil. Ay. Maşın bu verir. Bu ne istedi aman tanrım. Ne istedi axı. Orada bir Türk sözlərindən istifadə edirəm. Bunda günahım Türk kinolarına baxmaqdadır. Burada baxmışıq ki, öz dilimizi yadırğıyırıq. Mekanizmləri qoşum. Ne istedi? Ölürəm. Maşını yüzdürmək istəyirəm. Daha sonra içərisini təmizlətmək istəyirəm. Çok istedi ve şu parda gözümleniyor. Bakayım maşını çəkirlər. Daha çıxardabiləcəm. Vaxt çatmadığı üçün geç çıxdım da evdən. Buna görə də maşını bugün təmizlədə bilmirəm. Sabaha qaldı. Sabah. Karşı bahçeye koyup sonra gel. Temizlədə bilərəm. Hatta nə bilim, yollaşma deyirəm. Varsın. İnek. Ne kadar ki uzun öldürdü. Geç. Derin video çəkirək burada. Uşaqlarla markete gedebilmeyeceğim için başımı oynatırlar. Bu görə də bağçanın həyətində qoydum maşını. İndisə gedirəm markete. Dedim ya dondurma ya nəsə alım uşaqlara. Çünkü parka qalmaq istəyirəm. Başımın yaşması var, yaxşıdır. Yəni ikisiyle birlikte markete girmək çox çətindir. Yine Alparslan sözə baxır, mənimki sözə baxır. Dəhşət uşaqdır. Dedim özüm gedim alım. Nətərdir uşaqlar, dadlıdır. Alparslan baxım sənə, yedin? Ye. Belə uşaqlar götürdüm. Parka gitmək istəmirlər. Aparmam evə. Bizə. Aytaç gəlir buradan götürəcək bacım. Şöş gedək. Apoş. Apoş. Ye. Ya. Gül kimi su yemədilər. Vakon istədilər məndən. Halbuki onu da içərisinə qatmışdım. Makaron ne olsun yemediler. Nədir o supdur. Normalde Fahriye'yi xoşlayır ama Alparslan'a baxın o da yemədi. Deməli qızlar, bizim gəldi Alparslan'ı götürdü, apardı. Heç 5 dəqiqə oturmadı, dedi gecdi, gedək uşaqları yatışdıraq. Belə özüm də marojna yedim, indi isə çay içirəm. Biraz dedim dincəlim. Kondisioner. Belə. Bu videonu burada sonlandırıram. Beğenip like atıp yorum yazmayı unutmayın. Hələlik, sağ olun.